Ata və 2 oğlunun yaşları cəmi 54'dür. 7'den sonra atanın yaşı 2 oğlunun birlikte yaşından 2 dəfə çox olacaqdır. Atanın indi neçə yaşı var? Ata və oğlanlarının yaşı. Oğullar yazaq. Atanın yaşının x, oğlanın yaşı da olacaq 54 çıxılsın x. Birlikte 54. 7'den sonra atanın yaşı da 7 yaş artacaq, oğlanların da yaşı 7 yaş artacaq. 2 oğlan olduğu için 7, 7, 14. Ve atanın yaşı oğlanların yaşından 2 dəfə çox olacaq. Yəni x üstə gəlsin 7 bərabərdir 2 vurulsun. 54'ün üstüne x gəlib 14 çıxacaq. 54 ilə 14 toplayacaq 68 çıxılsın x. Buradan x üstə gəlsin 7 bərabərdir. Mötərizəni vurub açsaq olacaq 2 vurulsun 68, yəni 6 bir də ya da 136 çıxılsın 2x. X'lər bir tərəfə keçəcək, məlum ədədlər bir tərəfə keçəcək. X üstə gəlsin 2x bərabərdir 136 çıxılsın 7. 3x bərabərdir 129. X də bərabərdir 43. Deməli atanın indi 43 yaşı var.